Salam əziz dostlar, axşamınız xeyir. Xatırlayırsınızsa 2 gün bundan qabaq kanalda paylaşdığımız videoda qızıl və Amerika dolları arasında olan rəqabəti analiz etmişdik və bildirmişdik ki, qrafik və göstəricilər arasında neqativ uyğunsuzluq var və qızıla 3025 səviyyəsindən, 3025 dollar səviyyəsindən short əməliyyat açmışdıq. Təxminən bu səviyyələr idi. Lakin açdığımız səviyyədən qızıl aşağı səviyyəyə düşmək əvəzinə bir miqdar yuxarı qalxdı. Yuxarı qalxanda yeni bir paylaşım etdik və dedik ki, 3035 dollar səviyyəsindən ikinci bir short əməliyyatı açmışıq və onun ardınca qızıl biraz aşağı düşməyinə baxmayaraq yenidən yuxarı doğru istiqamət aldı və 3054 dollar səviyyəsinə qədər qalxdı və biz 3045 dollar səviyyəsindən üçüncü short əməliyyatını açdıq və burada da məqsəd mərhələli olaraq əməliyyatları növbəti səviyyələrdən, yüksək səviyyələrdən açıb həm qazancı daha da artırmaq, həm də risk səviyyəsini aşağı salmaqdan ibarətdir. Əməliyyatları açmaqda məqsədimiz o deyil ki, biz stop olaq. Ümumiyyətlə, mənim əməliyyatlarımda stop loss ümumiyyətlə qoyulmur və mərhələli olaraq açıb, mərhələli olaraq və yaxud da toplu şəkildə bağlamağı üstün tuturam mən. Və birinci videomuzda qeyd etdiyimiz kimi 3016 dollar səviyyəsinə take profit qoymuşduq, lakin 3 mərhələli əməliyyat açdığıma görə son olaraq take profiti 3020 dollar səviyyəsinə qoydum. Lakin gördüyünüz kimi paylaşımından 1 saat sonra, yəni bu günləri 3-cü əməliyyat açandan sonra qızıl 2999 dollar səviyyəsinə qədər iynə atdı və hal-hazırda 3013 dollar səviyyəsində qalır. Forex həvəskarları, investisiya həvəskarları, əgər bu video sizə maraqlıdırsa, zəhmət olmasa kanala abunə olmağı və videolardan zamanında xəbərdar olmaq üçün videoları bəyənməyi və dostlarınızla, tanışlarınızla paylaşmağı, yorumlar qismində isə öz təklif və iradlarınızı, təbii ki, hər şey ədəb çərçivəsində olmaq şərti ilə paylaşmağı unutmayın. Sağ olun, gələn videolarda görüşənədək.